Əlimi Azərbaycan Respublikasının konstitusiyasına basarak and içirəm ki, bilimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının rifahına, Azərbaycan Respublikasının rifahına həsr edəcəyəm. Tarix təsdiqləyir ki, güclü lider olmadan xalqın intibahını və dövlətin inkişafını təmin etmək olmaz. Elə çox əsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının təcrübəsi də bu reallığın bariz nümunəsidir. Xalqımız istər 20-ci əsrin sonlarında, istərsə də 21-ci əsrin əvvəllərində öz müdrik liderləri, Heydər Əliyevin və İlham Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və bəşəri dəyərlərə əsaslanan siyasəti nəticəsində Azərbaycanın tərəqqisinin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasının, ölkəmizin zirvələr fəth edərək dünya miqyasında söz və nüfuz sahibinə çevrilməsinin sonsuz iftixarını yaşamışdı. Bugünsə qüdrətli və qalib Azərbaycan, Heydər Əliyevin əbədi yaşar ideyaları, zəngin dövlətçilik irsi əsasında tərəqqi və zəfər yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlərə imza atır. Ulu Öndərin vaxtilə dahiyanə şəkildə ifadə etdiyi "Nə qədər ki Azərbaycan var, mən də varam" kəlamı müasir Azərbaycanın timsalında öz təsdiqini tapır. Bəli, Azərbaycanın bütün uğurlarında Heydər Əliyevin imzası, irsi və ideyaları öz əksini tapmışdı. Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycan naminə çalışmış, xalqın işıqlı gələcəyini təmin edən əvəzsiz xidmətlər göstərmişdi. Heydər Əliyevin milli məzmunlu və bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən iqtisadi, mədəni, siyasi və ideoloji cəhətdən kəskin fərqlənən iki tarixi mərhələni əhatə edir. O, həm SSR dönəmində, həm də müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı milli tərəqqiyə xidmət edən ardıcıl və məqsədyönlü siyasət həyata keçirməklə xalqımıza parlaq nailiyyətlər qazandırmışdı. Dövlətçilik tarixinin Heydər Əliyev dövrü həm də xilaskarlıq missiyası ilə xarakterikdir. Ümumilli lider müstəqillik dönəmində xalqın tələbi və dəstəyi ilə xilaskarlıq və quruculuq missiyası reallaşdırmaqla ölkəmizi tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmışdı. Dövlətçilik tariximizin yeni və taley yüklü mərhələsi məhz bu dövrdə başlamışdı. Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın öz liderinin arxasınca gedərək, onun ətrafında sıx birləşərək vahid amal və milli məqsədlər naminə səfərbər olunması müstəqil dövlət quruculuğunu təmin etmişdi. Məni 93-cü ildə bura Bakıya dəvət edərkən mən bilirdim ki, burada nə qədər çətin və ağır vəziyyət var. Mənim əlimdə nə silahlı dəstə vardı, nə mənim ordum vardı, nə mənim bir qrupam vardı, heç bir şey yox. Sual olunur, nə arxalandı Heydər Əliyev? Durdu, gəldi, bodun içine girdi. Halqa, düz deyirsiniz. Sizə, halqa, əgər mən sizə inanmasaydım, mən sizə etibar etməsəydim, mən sizə arxalanmasaydım, mən bu məsuliyyəti özlərimə götürə bilməzdim. Mən bugün də sizə arxalanıram, sizin dəstəyinizə arxalanıram və əminəm ki, sizlə birlikdə biz Azərbaycanı bundan sonra daha da yüksəklərə qaldıracağıq. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqımızın inam, etibar və etimadı əsasında Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun qətiyyətli siyasəti Azərbaycanın iqtisadi inkişafını, siyasi yüksəlişini və beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin etmişdi. Ümumilli liderin həyata keçirdiyi siyasət, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, xalq-iqtidar birliyinin güclənməsini, müstəqil respublikamızın dünya arenasında
nüfuzlu tərəfdaş kimi tanınmasını şərtləndirmişdi. Bir sözlə, Heydər Əliyevin Respublikamıza ikinci rəhbərlik dönəmi 1993-2003-cü illəri əhatə edən dövr, dövlət müstəqilliyinin təmin olunması, Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük zəfərin əldə edilməsi üçün təməllərin yaradılması ilə əlamətdardır. Ümummilli liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Azərbaycan xalqının böyük etimadı əsasında ölkə prezidenti seçilən cənab İlham Əliyev əməli fəaliyyəti ilə sübuta yetirmişdi ki, Heydər Əliyev siyasətinə, Ulu Öndərin ideyalarına, milli anda sadiqdir və sözü imzası qədər dəyərlidir. Bugün inamla və iftixarla söyləyirik ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq milli strateji məqsədləri gerçəkləşdirmişdi. Ən əsası 44 günlük vətən müharibəsində Azərbaycanın Prezident İlham Əliyevin komandanlığı ilə möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünün təmininə, tarixi ədalətin bərpasına müvəffəq olması xalqımızın çox əsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi Heydər Əliyev ideyalarının təntənəsidir. Biz öz torpaqlarımızın sahibi olmalıyıq. Sülh yoluyla məsələləri həll etməliyik. Və nəyin bahasına olmalıyız? Hansı yollar olmalıyız? Şuşada, Qarabağda bütün işgal olmuş torpaqlar azad olunacaq. Azərbaycan xalqının iradəsi ilə azad olunacaq. Azərbaycanın qəhrəman oğullarının şücaəti ilə azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Gözün aydın olsun Azərbaycan. Bugün üç rəngli bayrağımızın Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla və əzəmətlə dalğalanması, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun bərpası, Heydər Əliyev siyasətinin təntənəsi, Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı ən parlaq nailiyyət, şanlı və möhtəşəm zəfərdir. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan artıq zəfər marşındadır. Ulu Öndər Heydər Əliyevin siyasi varisi, sözü imzası qədər dəyərli olan, xalqa vədinə, sözünə və ata vəsiyyətinə sadiq, müzəffər liderin, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələrə doğru inamla irəliləyirik. Daha güclü Azərbaycan naminə.